Bəz qalası Cənubi Azərbaycanda Qaradağ mahalının Kələybər qəsəbəsi yaxınında yerləşir. Qala Xürrəmlər Hərəkatının rəhbəri, məşhur xalq qəhrəmanı Babəkin əsas sığınacağı olmuşdur. Buna görə də el arasında çox zaman Babək qalası kimi də tanınır. Qala strateji cəhətdən mükəmməl bir ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını isə 400-600 metr dərinlikdə dərələr əhatə etmişdir. Qala divarlarının hər 4 küncündə yarımdairəvi formada gözətçi məntəqələr olmuşdur. Qala ərazisində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif dövrlərə aid pullar, həmçinin təndir yerləri, çıraqlar, müxtəlif formalı saxsı qablar, silahlar və digər əşyalar tapılıb. 837-ci ildə Sərkərdə Afşinin başçılığı ilə ərəb orduları Bəz qalasını mühasirəyə alır. Qala qanlı döyüşdən sonra çətinliklə olsa tutula bilir. Bütün orta əsrlər tarixinin ən məşhur döyüşlərindən olan Bəz döyüşü zamanı ərəblər 100 min, Xürrəmlər isə 80 min itki vermişdilər.